Proses nəticəsində Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmailə, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran rayonları ərazisində və Xəzər dənizə yaxın olan şimal-şərq ərazilərində may ayının 11-i günün ikinci yarısından başlayaraq havada buludluğun artması gözlənilir. Xüsusən də topa yağış buludlarının formalaşması üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. May ayının 11-dən 12-sinə keçən gecəsi prosesin daha da güclənməsi fonunda yağıntıların lokal leysan xarakterli intensiv və güclü olması ehtimalı var, dolu yağması və şimşək çaxması gözlənilir. Proses nəticəsində leysan yağışlarının yağdığı ərazilərdə küləklərin də qısa müddət ərzində güclənməsi ehtimalı var. Proses nəticəsində ərazidən axan çaylarda cürsulluğun artması gözlənilir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. May ayının 11-i günün ikinci yarısından başlayaraq may ayının 19-una qədər olan müddət ərzində Böyük Qafqaz rayonları arasında hava şəraitinin gün ərzində tez-tez dəyişilməsi nəticəsində yağıntıların tez-tez lokal leysan xarakterli intensiv və güclü olması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Azərbaycanın şimal-qərb ərazilərində, yəni Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Gölgül ərazilərində, eyni zamanda Goranboy, Naxçıvan ərazilərində və Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazilərində və Naxçıvanın Sədərək, Ordubad, Şahbaz ərazilərində də may ayının 11-i günün ikinci yarısına doğru havada buludluluğun xeyli artması gözlənilir. May ayının 11-dən 12-sinə keçən gecə isə topa yağış buludlarının güclü inkişafı fonunda yağıntıların da lokal leysan xarakterli intensiv və güclü olması ehtimalı var. Proses nəticəsində ərazidən axan çaylarda gürsulluğun artması və sel daşqın hadisələrində artım ehtimalı var. May ayının 11-dən Yəni may ayının 11-i günün ikinci yarısından başlayaraq 19 may gündüz saatlarına qədər olan müddət ərzində Kiçik Qafqaz rayonları ərazisində və Naxçıvan ərazisində tez-tez havada dəyişiklik gözlənilir və yağıntıların tez-tez leysan xarakterli olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Proses nəticəsində mərkəzi Arın rayonlarının Yevlax, Kürdəmir, Zərdab, eyni zamanda Ağcabədi ərazilərində, İmişli ərazisində, Beyləqan ərazisində və Sabirabad, Saatlı, Sarıyan, Neftçala, Biləsuvar ərazilərində də may ayının 11-i günün ikinci yarısına doğru havada buludluğun artması gözlənilir. May ayının 11-dən 12-sinə keçən gecə isə Azərbaycanın şimal-qərb, qərb və cənub-qərb rayonlarında formalaşması gözlənilən güclü topa yağış buludlarının mərkəzi Arın rayonları ərazisində də daxil olması riski var ki, nəticədə yağışın qısa müddət ərzində lokal xarakterli, intensiv və güclü olması gözlənilir. Ümumilikdə isə may ayının 11-i günün ikinci yarısından başlayaraq 19 may gündüz saatlarına qədər olan müddət ərzində Azərbaycanın mərkəzi Arın rayonlarında da hava şəraitinin gün ərzində bir neçə dəfə tez-tez dəyişilməsi gözlənilir. Yağıntıların da lokal leysan xarakterli qısa müddət ərzində intensivləşməsi ehtimalı var. Proses nəticəsində Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında, Araz çayında və ərazidən axan su kanallarında sululuğun daha da artması ehtimalı var və əvvəlki dövrlərdə subasmaya məruz qalan ərazilərdə yenidən subasma hadisələrinin təkrarlanması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Cəlilabad, Masallı, Lənkəran, Asları, Yardımlı və Lerik ərazilərində may ayının 11-i günün ikinci yarısından başlayaraq havada buludluğun artması gözlənilir. May ayının 11-dən 12-sinə keçən gecə isə prosesin daha da güclənməsi fonunda topa yağış buludlarının inkişafı üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Arabir yağış yağması ehtimalı var. Yağıntıların isə lokal qısa müddətli intensivləşməsi gözlənilir. Xüsusən də Cəlilabad, Yardımlı, eyni zamanda Lerik və Aslanın dağ kəndlərinin yağışın qısa müddət ərzində intensivləşməsi nəticəsində dağ çaylarında sululuğun artması gözlənilir. Ümumilikdə isə may ayının 11-i günün ikinci yarısından başlayaraq 19 may gündüz saatlarına qədər olan müddət ərzində ərazidə hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir və gün ərzində bir neçə dəfə yağışların qısa müddət ərzində intensivləşməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq.